Yadında mı? Yada düşdün yenə sən. Elə bildim dünyaya yenidən gəlmisən. Yada düşdün. Yada düşdün. Körpə qaldı yanında sən. Yada düşdü ilk nəğmən, görüşünə gəldim mən. Eşitdim dilindən, gördüm gözündən, tutdum əlindən. Budur, yenə efirdəsən. Yenə efirdəsən. Salam, hər vaxtınız xeyir əziz dinləyicilərimiz. Biz yenə efirdəyik. Efir bələdçiləriniz səsi, sənəti ilə hələ də yaşayan, bizim arxivimizdə və UNESCO-nun arxivində də səsi qorunub saxlanılan Yusif Muxtarov. Əziz dinləyicilər, bu verilişimizi bir yol kimi, geniş bir yol kimi təsəvvür edin. Elə bir yol ki, bütün ürəklərdən keçir. Və Günay Novruzdur. Dostlar, bu gözəl səsin sahibinin efirimizdə qoyub getdiyi həmin gözəl yolu xalq artistlərimiz Əli Məhəmmədoğlu, Eldos Bayram və əməkdar artist İradə Ələkbərlə xatırlayırıq. Diqqətiniz bizdə olsun. Gözəl səs tembri, oxu mədəniyyəti, efir mədəniyyəti, məntiq, bir sözlə diktora nə lazımdırsa, hamısı Yusifdə vardı. Mən elə bilirdim ki, ümumiyyətlə radionu, dövlət mikrofonunu, bu sənəti, diktorluq sənətini mənim qədər sevən olmaz. Amma Yusif Muxtarovu görəndən sonra, onun fəaliyyətini, onun efirə münasibətini görəndən sonra dedim, yox, mən deyəsən səhv edmişim. O sənətinin kamil ustası idi. Bax, o səsinin bacarığı, nəfəsinin çatmağı onun kamilliyindən irəli gəlirdi. Azərbaycan dilini bilmək, yəni gözəl nitq mədəniyyətinə malik olmaq, gözəl danışmaq hər zaman insana başucalığı gətirir. Kimdir Yusif Muxtarov? Bu suala indi bəlkə də mən belə cavab verməyə başlamalıyam. O, 1941-ci ilin 23 aprelində Sabirabad rayonunda dünyaya gəlib. Amma mən Yusif Muxtarovu sizə biraz başqa cür təqdim etmək istəyirəm. Mən ilk əvvəl Rus orta məktəbində təhsil almışam. Amma günlərin bir günü başa düşmüşəm ki, ana dilini daha mükəmməl bilmək lazımdır və hardasa 18 yaşında mən Nizami Gəncəvinin xəmsəsini 80% əzbər bilirdim. Həmin günü onun dünyaya gəldiyi saatlarda bəlkə də milyonlarla adam bu gözəl kainata ilk səsini eşitdirib. Milyon səsin biri olan, bəzi hallarda isə birincilikləri elə səsi, nəfəsi ilə əldə etmiş görkəmli diktorumuz Yusif Muxtarov 1964-cü ildə bizim radio dünyasına gəlib və səsi ilə də hələ də yaşayır. Radio dövlətin səsidir. Yusif mən gələndə artıq hardasa 3 ildir işləyirdi. O vaxt Respublikada yaxud SSR-də dövlət başçılarının, hökumət başçılarının məruzələri radio ilə oxunardı. Bizim böyük sənətkarlarımız Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabitay Quliyevlə birlikdə o məruzələri oxuyurdu. Rəhmətli Valid Sənani bizim ən gözəl jurnalistlərimizdən biri Yusif haqqında deyirdi ki, Yusif Muxtarov Azərbaycan radiosuna sadə danışıq dili gətirdi. Siz bilirsiniz bu nə deməkdir. Yəni, Yusif təzə bir məktəb yaratmışdı. İndi müəyyən şeylər vardı, şüar oxuyanda, müəyyən o vaxt bayram günlərində şüarlar oxuyardıq. Orada əlbəttə bir balaca pafos lazımdır. Yusifdə də bu vardı və oxuyurdu necə lazımdırsa. Amma adi materiallarda Yusifin çox sadə oxunuşu adamı heyran eləyirdi. Mən özüm hətta onun dinləyicisi idim də. Ümumiyyətlə mən radio dinləyicisiyəm və Yusifin oxuduğu materialları böyük həvəslə, böyük, necə deyərlər, maraqla dinləyirdim. Diqqət, danışır Bakı.
Dostlar, bəlkə də çoxlarınız bilmirsiniz ki, xalq artisti Yusif Muxtarov Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını qırmızı diplomla bitirib. Sonradan isə o İncəsənət İnstitutuna daxil olub. Həyat yoldaşı xalq artistimiz mərhum Amala Pənahovanın xatirələrini sizə təqdim edirəm. Dinləyin. Yusiflə mən hələ mənim 17 yaşım yox idi. Tanış oldum. Deməli imtahan verdiyim bir dövrdə o artıq Xalq Təsərrüfatı İnstitutunu bitirib dostunun yanına gəlmişdi və orada özünün dediyi kimi məni görüb sənədlərini teatr institutuna verdi. Onun da elə gözəl, yaraşıqlı görkəmi vardı, boyu, buxunu, səsi. Heç nəsiz qəbul elədilər instituta. Ədil İskəndərovun kursunu bitirən Yusif gələcək fəaliyyətini radiomuza bağlasa da, kinomuzda da bəzi yadda qalan rollar oynayıb. Sən Allah Murad, maşını yavaş sür. Tərslikdən burada telefon da yoxdur ki, şəhərə çatan kimi zəng eləyəsin. Onsuz da maşını ehtiyatla sürürəm. Məndən arxayın ola bilərsiniz. Onun ilk çəkildiyi film Baladadaşın ilk məhəbbətində Sevincin nişanlısı rolu olub. Yəqin ki, xatırlayırsınız. Oxuyursan? Oxumuram da. Daha sonra isə Gecə qatarında Qətl filmində Paxan rolunu oynayıb. O da yadda qalan obrazdır. Adı yox, adı key balaqamdı, görmürsən? Atondur. Xoşuna gəlmədi? Yaxşı addır ki, burada ərənin öz klişkası var. Utanma bala xanım, çıxart papağı. Bütün bunlar onun həm də hər tərəfli istedada malik olmasına bariz nümunədir. Amma mənim əsas olaraq onun haqqında deyilən və yazılan xatirələr arasında iki nüans diqqətimi çəkdi. Birincisi, onun ailəcanlı olması. Heç vaxt istəməzdi ki, ailədə bir əziyyət çəksin kimsə. O bütün o məişət qayğılarını öz çiyinlərinə götürmüşdü. Və ikinci nüans, o saatlarla mətn oxuyan diktor olub. Saatlar deyəndə 1, 2, 3 saat demirəm ha. Hətta 8 saat dayanmadan efir bələdçiliyi edib sizə. Radionun tarixində belə şey olmayıb ki, Azərbaycan radiosunun 2 gün efirə gələn adam birbaşa çıxsın, xəbərlər oxusun və sonra məni çağırdılar, bəyəndilər və o gündən mən birbaşa daimi efirdə olmuşam. Həm televiziyanın efirində, həm radionun. İradə xanım, salam. Salam. İradə xanım, istəyirəm birbaşa oradan sual verim ki, Yusif Muxtarov. Bəli. Saatlarla dövlət tədbirlərini oxuyan diktor. Bəli. Necə bacarırdı onu? Heç yorğunluq hiss eləyirdiniz onda? Qətiyyən. Amma sonra səhhətində o problem yaratdı. Həmin hadisə onun səhhətində problem yaratdı. Bəli, bəli. Amma o qədər şövqlə oxuyurdu, o qədər həvəslə oxuyurdu. Ümumiyyətlə Yusif Muxtarov bütün materialları çox böyük həvəslə oxuyurdu. Yəni biz diktor yoldaşlarımız olub da görmüşük ki, nəsə baxır, yoruldum, bu nədir, nə qədər olar? Belə olanlar da, belə diktorlar da olub. Amma Yusifdə bu xasiyyət yox idi. Nə veriliş olursa olsun, gəlirdi, zəng vururdular ki, düşərsiz nəyisə yazmağa. Elə həvəslə düşürdü, efirə də o cür həvəslə gedirdi. O böyük materialları isə tam belə necə deyim, həsəd olunacaq dərəcədə həvəslə oxuyurdu. Çox gözəl diktor idi Yusif. Və onu ümumiyyətlə fiziki baxımdan nəfəs çatdırmaq mümkün deyil. O necə onu alındırırdı? Hə, Yusifin çox gözəl səsi vardı. Və nəfəsi o vardı. gözəl səsini nəfəsi ilə biraz da rövnəqləndirməyi bacarırdı. Əgər diktor təcrübəsizdirsə, o adicə bir cümləyə belə o nəfəs çatdıra bilməz. Amma diktorun təcrübəsi varsa, təbii ki, onlar bir neçə nəfər idi bu siyasi materialları oxuyanlar. Rəhmətli Ramiz Mustafayev idi, rəhmətli Qaratağzadə idi, Yusif Muxtarov idi. Bunlar 3 saat dalbadal yorulmadan, hərdən növbədə 2 nəfər olurdusa, hətta Yusif Muxtarov 8 saat oxuduğu vaxtlar olub. Bəli, oxuyardı.
heç ürəyim Oxuyur. gəlmir onların haqqında, belə Oxuyur. keçmiş zamanda. Sizin üçün çətindir təbii ki. Özü deyirdi ki, mən aktyor ona görə olmadım ki, Ədil İskəndərov mənə dedi ki, tənbəlsən. Tənbəllik var idi onda. Həvəs bilirik. Həvəs hər kəsdə olur. Deyim tənbəllik görməmişəm. Yusif istəyir iş barədə, istəyir ailə barədə. Ümumiyyətlə hər barədə onda mən tənbəllik hiss eləməmişəm. Qətiyyən. Gör neçə il biz bir yerdə işləmişik. Biz bir yerdə həm briqada yoldaşı olmuşuq Yusiflə, həm də çox vaxtı tərəf müqabili olmuşuq. Çox verilişlər oxumuşuq Yusiflə bir yerdə. Yəni mən ondan ay yoruldum, ay istəmirəm, bunu eləmək istəmirəm. Mən belə söz eşitməmişəm. Heç hərəkəti ilə də büruzə verməyib ki, bu nəsə də laqeyd yanaşır, belə istəməyərəkdən gəlib. Onu da bildirməyib heç vaxt. İradə xanım, bax, özü deyirdi ki, məni Sultan Nəcəfov götürdü işə. Aydın Qaradağlı Sultan Nəcəfov, əsas Sultan Nəcəfovun adını qeyd edir və deyir ki, Sultan Nəcəfov mənə deyirdi ki, səni ha tərəfə çəksələr, çalış özün olasan. Özün olasan. Və mən deyir, özüm olmağa çalışdım. Ümumiyyətlə onun hər hansısa bir, belə deyək də, bir hərəkətində, bir səsini oynatmağında hiss edirdiniz ki, kimsə var. Mən şəxsən onda kimsənin olmağını tutmamışam. Qətiyyən Yusif ancaq özü idi, Yusif idi. Heç kimin nə nəfəsi, nə boğazı, nə oxu tərzi, heç kimin oxu tərzi Yusifdə yox. Yusif ancaq özü idi. Yusif, elə Yusif Muxtarov xətti qoyub getdi. Çox gözəl diktor idi, çox heyf. Deyirik gözəl idi, səsi gözəldir, hətta danışığı o qədər mülayim, gözəldir ki, bəs xasiyyəti? Xasiyyəti də gözəl idi. Elə maraqlı bir şeylər yəqin ki yaşanıb. Çünki indi nəsə bir şey yaşananda efirdə birbaşa aparıcılar onu efirə deyirlər ki, burada filan şey oldu. Amma əvvəllər elə deyildi də. Əvvəllər şərt var idi ki, siz mətn oxuyursunuz, mətndən kənara çıxmaq olmaz. Amma biz ancaq haşiyə, mətndən kənara yaşanan həyat hadisələri yəqin ki var sizdə, nələrsə xatirələr. Mən deyim ki, Yusif studiyada o qədər ciddi olurdu ki, Yusiflə başqa cür zarafat eləmək olmurdu. O xasiyyəti ilə o səddi qoymuşdu. Bir sədd var idi Yusiflə. Siz Yusif müəllimdən sonra gəlmisiniz işləməyə, yoxsa bir vaxt? Yox, Yusif əvvəl işləyib, sonra getmişdi işdən. O burada olmayan vaxtı 76-cı ildə mən gəldim radioya. Kinoteatr var idi, Dostluq kinoteatrı. Oranın direktoru idi Yusif. Orada rəhbər olub, orada işləyirdi. Sonra qayıdıb gəlmişdi, yenə dözə bilməmişdi. Mikrofon elə şeydi ki, radio qoymur uzaqda olasan, radio, mikrofon, bunlardan ayrı düşmək qeyri-mümkündür. Odur ki, Yusifi də yenə o istəyi çəkib gətirmişdi radioya. Mən onda Yusifi birinci dəfə görmüşdüm, yəni həyatda. İlk dəfə mən onu Baladadaşın ilk məhəbbəti filmində görmüşdüm. Bir arada məncə o televiziyada veriliş aparırdı. Yəni onun o elə siması vardı ki, o çox yadda qalan enli qaşlar, belə əsl Azərbaycanlı dəliqanlı siması və obrazı. O obraz odur ki, o mənim yadımda qalıb ki, televiziyada da hansısa veriliş aparırdı. Sonradan işə gələndə tanış elədilər ki, bu Yusif Muxtarovdur, bizim diktordur, indi də gəlib işləməyə. Və biz neçə illər oyla bir yerdə çox verilişlər oxuduq, İndi də radionun fondunda mənim səsimdə 200-dən artıq veriliş var. İndi də UNESCO-nun qızıl diskində mənim səsimdə 2 veriliş var. Bunlar hamısı tarixdir və qalıb. Mən ilk Azərbaycanlıyam ki, UNESCO-nun qızıl diskinə düşmüşəm. Ustad, sizdən bizim üçün gözəl bir yol qalıb. Ürəyinizi bu dünyaya və dünyadakılara verib getmisiniz sanki. Bəs görəsən haqq dünyasına özünüzlə rəhmətdən savayı nə aparmısınız? Mən getsəm, dərələr, dağlar qalacaq. Meşələr, çəmənlər, bağlar qalacaq. Buludlar qalacaq, ağlar qalacaq. Ey mənim yaşamaq, yazmaq həvəsim. Tək səni özümlə aparasıyam. Dırman zirvələrə yel qanadında, tökül dənizlərə sel qanadında,
bir ağı, bayatı dil qanadında bir yuva qurmasan, ay quru səsim, mən səni özümlə aparasıyam. Dəyərli dinləyicilərimiz, verilişimizin bu məqamında Yusif Muxtarovun simasında biraz da sizin üçün bizim radionun əsrlərdən nəsillərə ötüb keçmiş abu-havasından danışmaq istəyirəm. Azərbaycan radiosu ilk efir məkanıdır və bura elə bir məbəddir ki, hər kəs burada yadda qala bilmir. Yusif Muxtarov isə təkcə gözəl sənətkar olmağı ilə deyil, həm də səmimi həmkar olmağı ilə bu məbədin tarixinə öz adını qızıl hərflərlə yazıb. Gənc nəsli öyrətmək istəyi onun üçün birinci meyar olub. O zamanın gəncliyi isə indi bizim özümüzə ağsaqqal saydığımız, böyük bildiyimiz kəslərdir. Misal üçün Eldos Bayram. Təsəvvürün son dərəcə intellekti yüksək olan bir adam nümunə göstərmək istəyirsənsə Yusif Muxtarovdur. Ailə canlı bir insan göstərmək istəyirsənsə Yusif Muxtarovdur. Həmkarlarına münasibət yüksək dərəcədə insanlıq münasibəti göstərmək istəyirsənsə, yardım eləyən bir insan istənilən halda köməkçiyə, ehtiyacı olana yardım eləmək insan nümunə göstərmək istəyirsənsə Yusif Muxtarov idi. İşə girəndən rəğbətim oyanıb ona qarşı ki, özü elə bir gözəl bir cəzb edəcək, xoş maqnit idi, çəkirdi özünə. Mən də ölürəm elə adamlardan ötəri. Görürdüm onun ailə canlığını. Yusif 14 xəbərini oxudu. Yusif nəsə lazım yoxdur. Yusif hara getdi? Getdi, haradasa bir işi var onun. Ailəsinə xidmət eləməyə. Getdi yarım saatın içərisində. Kimisə harasa aparır, nəsə eləyir. Yusif 15-də Yusifin adına xəbərdə Yusif buradadır. Yüksək dərəcədə xəbəri çatdırır. Fikirləşirəm ki, doğmuca qardaşım olsaydı mən o qədər güman ki, istəməzdim. Mənə kömək edənlərdən, əli üstümdə olanlardan, əli kürəyimdə olanlardan biri də rəhmətli Yusif idi. O qədər mənə kömək edib ki. Deyirdilər, Ayıldo, səndən yoxdur, səndən deyirdim, yox, sağ olun, minnətdaram, xoş sözlərinizə görə, amma məndən qabaq Yusif var və doğrudan da sözümün üstündə dururdum və Yusif də ona yüksək dərəcədə layiq idi. Yalnız əgər bir şeyə nail olmaq istəyirsə insan, təbii ki, o qüsurlu, yaxud qüsursuz, yaxud məqbul olmayan şeylərə dözmək lazımdır. Hər kəsin öz yolu olmur. Bəzən balaca bir cığır açanlara belə sənətkar deyilir. Məncə, dünyaya fərqli baxışım varsa, biraz da çalışqanlığın olmalıdır. Yusif Muxtarov cismən yaşadığı 69 ildə çalışqan və səmimi insan olduğuna görə hələ çox verilişlərin və efirlərin aparıcısı olacaq. Yəni, Yusif Muxtarov yaşayır, yaşayıb, yaşayacaq da. Sən mənimsən, mən səninəm, ayrılmazıq ana vətən. Çeşmələr çay olan yerdə, çaylar ümmandan ayrılmaz. Zirvələr göylərə sirdaş, o asimandan ayrılmaz. Nə göz görər sənsizliyi, nə könül candan ayrılmaz. Beləcə, gəlib daha bir verilişimizin son dəqiqələrinə çatdıq. Gələn həftə elə bugün bu saatlarda yenə də efirdə olacağıq. Efir bələdçiləriniz səsi, sözü, sənəti ilə, səmimiyyəti ilə yaşayan Yusif Muxtarov. Bir də ki, Günay Novruz idi. Sağ olun, salamat qalın.